Salam, hər vaxtınız xeyir. Bugün ikinci bölmə natural ədədlərin toplanması, çıxılması, vurulması və bölünməsi bölməsindən seçilmiş sualların izahına təkrar məqsədli baxırıq. Deməli, ilk öncə başlayırıq 3-cü sualdan. 3-cü sualda bizə deyir ki, 1, 3, 5 ta ki 19-a qədər olan ədədlərin cəmi A-dır. Bizdən 2221 üstə gəlsin 2223 üstə gəlsin 2225 üstə gəlinsin belə 2239-a 39 cəmini A ilə ifadə edin deyir. Deməli, həmişə bu tip suallarda yadınızda saxlayın ki, birindən digərini almaq lazımdır. Mən burada elə yazarkən bir şeyə fikir verirəm ki, sonuncu rəqəmlərinə baxıram. Nədir? 1, doğrusu belə göstərək. 1, 3, 5, 9. Buna da baxın. 1, 3, 5, 19. Deməli, bunu necə yazıram? Mən 2221-i 2220 üstə gəlsin 1 yaza bilərəm. Yuxarıdakı 1-i əmələ gətirmək üçün. Sonra 2223-ü mən 2220 üzərinə gəlinsin 3 şəklində yaza bilərəm. Baxın, 3 əmələ gətirdim. İndi 5-i yazmağa çalışıram. Onu da yazaram. 2220 2220 üstə gəlinsin 5 nöqtələr. 2239-u da 2220 üstə gəlinsin 19 şəklində yaza bilərəm. Heç bir problemi yoxdur. Deməli, indi baxırıq. Mən 1, 3, 5 ta ki 19-a qədər olan ədədlərin cəmi nəyə bərabər idi? A-ya. Bizə bunu verir. Biz bunun A olduğunu tapdıq. Mən indi nəyi tapmalıyım? 2220-lərin sayı. Baxın, çünki hər birinə bir dənə 2220 düşür. 3-ə bir dənə 2220, 5-ə bir dənə 2220, 19-a bir dənə 2220. Mən deməli 1-dən 19-a qədər olan ədədlərin sayısa, mən 220-lərin də sayını taparam. Mənə lazımdır 1-dən 19-a qədər olan ədədlərin sayını tapmaq. Necə tapırıq? Bizim ədədi silsilədən bir düsturumuz var. Deməli, necədir? Sonuncudan birincini çıxırıq. Bölürük aradakı fərqi. Aradakı fərq nədir? Bu neçəni çağırtır. Birin üstünə neçə gələndə 3 olur? 2. 3-ün üstünə neçə gələndə 5 olur? 2. Aradakı fərqimiz 2-dir. Və əlavə olaraq da nə edirik? Əlavə olaraq üstünə də 1 gəlirik. 19-dan 1 çıxanda 18, 18-i 2-yə böləndə 9, 9-un da üstünə 1 gələndə 10 edir. Deməli, 2220-lərimizin sayı neçə dənədir? 10 dənə. Bunu da tapmağım, biz bu A-nı harada yazmışdıq? Bunların cəminin A olduğunu tapdıq. 1-in, 3-ün, 5-in, 19-un cəminin A olduğunu tapdıq. Üzərinə gəlirik. 2220-dən neçə dənədir? 10 dənə. Bu sayaya da vururuq. Deməli, A üstə gəlsin. 2220-ni də 10-a vuranda yerləşmədi bura. Deməli, 22200 edir. Yəni, 22200 üstə gəlinsin A. Cavab C. Deməli, indi növbəti 14-cü suala baxırıq. 14-cü sualda bizə deyir ki, x, y, z natural ədədləri üçün 4y bərabərdir 7z və x bərabərdir 3z olarsa, x üstə gəlinsin, y üstə gəlinsin, z cəminin ən kiçik qiymətini tap. Bunun müxtəlif üsullar var. Ən rahat belə, ən optimal üsul, çox rahat bir üsul var, bir qayda var. Deməli, onu izah etmək istəyirəm. Deməli, baxın, burada ilk nə gəlir? 4y, düzdür? Bunu da mən əmsalları eyniləşdirməyə çalışıram. Bunda 4-dürsə, elə edirəm ki, burada da 4 olsun. Burada 4 yazdımsa, bərabərliyin o biri tərəfində özümdən, yəni bu hətta qırmızıyla göstərim sizə. Bunu burada 4 yazıldığı üçün bunu da 4-ə vururam. Buranı 4-ə vurduğum üçün
Buranı da 4-ə vurmalıyam ki, içini dəyişməsin. İndi olanları aşağıda yazıram. Yəni 4y-ımız 7z-dir. Bunu verib. Bir də 4x-i nə tapdıq? 4x-i da 3z vurulsun 4. 3-ü 4-ə vuranda 12, o da z-imiz. 12z. Hə, bunu tapdımsa, artıq əmsallarım eynidir. Nə edirəm? 7-yə, bax 7-yə nə uyğundur? 7, y-ə 7 uyğundur, z-ə də 4 uyğundur. Yazıram. Y-ə nə uyğun oldu? 7k. Z-ə nə uyğun oldu? Baxın, z-ə nə uyğun oldu? 4k. Yanlarına k-ları da yazıram ki, çünki mən bilmirəm də, yəni bu sadəcə bir tənasüblükdür verib. Mən həmin ədədlər nədir bilmirəm, sadəcə yanlarına k yazıram. Onda burada aşağıda x-ə neçə k uyğun gələcək? X-ə 12k. Yenə z-ə nə uyğun gəldi? 4k. Da bunu da yazmışıq. Bizdən şərtdə nə istəyir? X, y üstə gəlsin z-i. X-ımız 12k. Üstə gəlsin. Y-ımız 7k. Bunlardan cəmi istəyir də şərtdə. Z-imiz neçə k oldu? 4k. Bunları toplayıram. 12-nin üstünə 7 gəldim. 19, 19-un üstünə 4 gəldim. 23k. Məndən şərtdə nə istəyir? Ən kiçik qiymətini tap deyir. Ən kiçik qiymət deyirsə, mən deməli k-ya ən kiçik bir ədəd qoymalıyam da. 0 qoya bilmərəm. Ona görə nə qoyuram? K-ya 1 qoysam. 23 vurulsun 1, 23. Bu qədər bəsit. Yəni müxtəlif üsullar var, bir-birinə əvəz edib tapa bilərsiniz. Amma bu qayda daha gözəl qaydadır bu tip suallarda. Əmsalları eyniləşdirirsən, qarşı-qarşıya götürürsən. Y-ə 7 uyğundur, z-ə 4 uyğundur. X-ə 12k uyğundur, z-ə 4k uyğundur. Buradan deyirsən, bizdən şərtdə cəmi soruşurdu. Topladım. Ən kiçik qiymət dediyinə görə k-ya 1 qoydum. Ən kiçik qoyuram ki, ən kiçik alınsın. Cavabı da oradan tapmaq daha asandır. Deməli, indi 18-ci sualın izahına baxırıq. 18-ci sualda deyir, 2 rəqəmli ədədin əvvəlinə və sonuna bir rəqəmi yazılarsa, alınan 4 rəqəmli ədəd verilən ədəddən 21 dəfə böyük olar. Həmin 2 rəqəmli ədədi tapın. Burada tənliyi düz qursa, iş bitir. Bax, 2 rəqəmli ədəddir də. Bilmirik nə 2 rəqəmli ədəddir. Mən o 2 rəqəmli ədədi yazıram A, B. Bilmirəm axı nədir. Rəqəm dediyi üçün üstündə xətti də yazıram. 2 rəqəmli falan deyirsə, ümumiyyətlə üstündə xətt yazmağı unutmayın. Və deyir, əvvəlinə və sonuna bir rəqəmi yazılarsa, heç nə demir, yazdım. Əvvəlinə də 1 yazdım, sonuna da 1 yazdım, bu xətti uzatdım. Deyir ki, alınan bir rəqəmi yazılarsa, alınan 4 rəqəmli ədəd verilən ədəddən 21 dəfə böyük olar. Verilən ədədimiz nə idi? 2 rəqəmli ədəd idi. 2 rəqəmli ədədi nə götürdük? AB üstü xətt. Yəni, bu ədəddən 21 dəfə böyük olar. Onda biz dəfə böyük nə deməkdir? Vurma deməkdir. AB üstü xəttə bərabər olur. Demir, 21 dəfə böyük olar alınan ədəd. Deməli, bunu bu ədədə vuranda bu ədəd alınırdı. Bu tənliyi qurdu. Bundan sonrası asandır. Bu ifadəni açırıq. Bunu belə altını silim. Aha, bu açırıq. Bu hansı mərtəbədir? Təklik, onluq, yüzlük, bu da minlik. Deməli, 1000 üstə gəlinsin 100-a, üstə gəlinsin 15, üzərinə gəlinsin nə? Bir də təklikdir, ona görə 1. Bərabərdir 21 vurulsun A üstü B xəttin açılışın açaq olsun. Açaq. Onun da açılışı nə olacaq? 21 vurulsun 10A. Əslində heç açmaya ehtiyac yoxdur. Orada içəridə mənə gələcək özü. Heç açmıram, olduğu kimi saxlayıram. 21 vurulsun A üstü B xətt. Yoxsa açsaq bir böyük ədədlər alınır. Bunları vurmaq lazımdır. Onu heç eləmirəm. Birinci rəqəmləri toplayın. 1000-in üzərinə 1 gələndə 1001. Üzərinə gəlsin 100A, üstə gəlsin 15-dir. Buradan hər ikisindən ortaq vuruq nə çıxarta bilərəm? Onu çıxarta bilərəm də. Onu çıxartsam ortaq vuruq kimi. İçəridə nə qalır burada? 10A üzərinə gəlinsin. Onu çıxartmışamsa əvəzinə nə qaldı? Bir dənə B. Bərabərdir 21 vurulsun A üstü B üstü xətt. Deməli, buradan 1001 üzərinə gəlinsin. 10 vurulsun. 10A üstə gəlinsin B. Bax, bu 10A. Üstə gəlinsin B. Bizə neyin açılışını verirdi? AB üstü xətti. Bərabərdir nəyə?
21 vurulsun AB üstü xəttə. Burada AB üstü xəttlər falan hər şeyi bir tərəfə yığıram. 1001 bərabərdir. AB üstü xəttləri bir tərəfə yığıram da. Bərabərdən sonra ilk gələn nədir? 21 vurulsun AB üstü xətt. İndi burada 10 vurulsun AB üstü xətt idi. İşarəsi müsbət idi. Bu tərəfə keçirdim deyə olur 10 vurulsun AB üstü xətt. Burada 1001 bərabərdir. 21 dənə AB-dən 10 dənə AB çıxanda neçə dənə qalır? 11 dənə AB. İndi buradan mən neyi tapmalıyam? AB üstü xətti tapmalıyam. AB üstü xəttdə də deməli biz nə etməliyik? 1001-i bölməliyik 11-ə. 1001-i də 11-ə böləndə edir 91. 1001-i də 11-ə böləndə 91 eləyir. Deməli burada A-ya uyğun hansı rəqəm gəldi? 9. B-yə uyğun hansı rəqəm gəldi? 1. Burada AB-dir. Deməli A-mız 9-dur. B-miz də 1-dir ki, 91 əmələ gəlsin də. Deməli A-mız 9, B-miz 1. Bizdən şərtdə həmin iki rəqəmlərdə ədədi tap deyirdi. Heç nə biz də tapdıq da 91. Bu qədər. Deməli baxırıq indi növbəti suala. 20-ci sual deyir 50 manat pulu olan Akif biri 3 manatdan ən çox neçə kitab ala bilər ki, onun qalan pulu 7 manatdan az olmasın. Çox asan, bəsit bir sualdır. Və 20-ci sualda Akifin nə qədər pulu var? 50 manat pulu var. Bu deyir ki, şərtin sonunda deyir ki, onun qalan pulu 7 manatdan az olmasın. Yəni bu adamın nə 6 manatı qalmasın, 5 qalmasın, 4 qalmasın, 3 qalmasın, 2 qalmasın, 1 qalmasın. Yəni bunun ən azı 7 manat pul qalsın. 7-dən çox qala bilər. Nə bilim, məsələn kimsə deyib 7 manat başqa harasa borcludur da, məsələn. O 7 manatı saxlamalıdır. Bu adam istəyir ki, nə olsun da, deyər birdən xərcləyirəm. Bu 7 manatı çıxardım qoyum bir kənara, xərcləməyim də. Onu çıxartdı, qoydu kənara. 50 manatdan 7 manatı çıxdı. Nə qədər pulu qaldı? 43 manat pulu qalıb da. Bu 43 manatı istədiyi kimi xərcləyə bilər də. Kitabın biri neçəyədir? 3 manatdır. Bu 43 manatı varsa, bu 3 manatı olan kitabdan neçədən ala bilər? Onu necə tapırıq? Bölüb tapırıq da. 43 manat pulum var. Bir dənə kitabın qiyməti 3 manatdır. Mən neçədən bu kitabdan ala bilərəm? Heç nə, bölürəm. 43-ü 3-ə bölürəm ki, neçədən kitab ala bilərəm? 4-ün içində 3. 1, 1-i 3-ə vurduq 3, 4-dən 3 çıxdım 1. 3-ü indirirəm aşağı 13, 13-ün də 3-ündə 3, 4 dəfə. 4-ü də 3-ə vurdum 12, 1. Yəni qala falan sizi çaşdırmasın. Neçə dənə? Yəni elə bir ki 1 manatı da var. 7 manat orada, 1 manat evdə, 8 manat toplamda pulu qalacaq. Amma sizdən soruşur ki, neçə kitab ala bilər? Neçədən kitab ala bilər? 14 dənə. Cavab da 14.